Qiyamət gününün əsas sualları. Peyğəmbərimizin kəlamına əsasən, qiyamət günü bəndənin ayaqları yerindən tərpənməz. O vaxta qədər ki, ondan bunları soruşarlar. 1. Ömrünü harada sərf etdin? İnsan ömrünü boş və faydasız işlərdə mi keçirdi, yoxsa ibadət, yaxşılıq və faydalı işlərə sərf etdi? Bu soruşulacaq. 2. Gəncliyini harada keçirdin? Gənclik ən güclü dövrdür. Bu enerji günahda, yoxsa Allah yolunda, elm və xeyirli işlərdə istifadə olundu. Buna baxılacaq. 3. Malını haradan qazandın? Qazancı halal idimi? Aldatma, haram yollar varmı? 4. Haraya xərclədin? Və qazandığını harada xərclədi? İsrafda, yoxsa Allahın razılığını olan xeyirli işlərdə? 5. Bildiklərinlə əməl etdinmi? İnsan öyrəndiyi dini və doğru biliklərlə yaşadı, yoxsa sadəcə bilib əməl etmədi? Bu, ən mühüm suallardandır. 6. Əhl-i beytə olan sevgin necə idi? Sevgi sadəcə sözü idimi? Səmimi idimi? Dil ilə sevirəm demək kifayət deyil. Onları yaşatmaq, yollarını tutmaq əsasdır.